Bismillahirrahmanirrahim. Dostlar salam. Bugün çox önemli bir gündür. Tehrana bir səfərimiz olacaq. Beynəlxalq kitab sərgisi var və daha maraqlı bir məqam odur ki, bu sərgidə rəhbər, yəni Ayətullah Xamenei cənabları da iştirak edəcək. İnşallah maşın gəlib bizi Tehrana çatdıracaq. İcazə versələr sərgidən də görüntüləri sizlərlə paylaşacağıq. Allah amanında. Dostlar bir də salam. Artıq Tehrandayıq, yetişdik və bu da bizim üçün ayrılmış bir məkandır. Burada öz kitablarımızı sərgiləyirik və həmçinin gələn qonaqlara ölkəmizə barəsində ətraflı məlumatlar veririk və bir neçə ölkənin mədəniyyət nazirləri də qonaq gəlmişlər, bu sərgidə iştirak edirlər. O cümlədən Tacikistanın və ölkəmizdən gətirilən və müəssisəmizin ərsəyə gətirdiyi bəzi kitabları da burada qonaqlarımıza hədiyyə verib təqdim etdik. Və gözləyirik Ayətullah Xamenei cənablarının, yəni rəhbərin gəlişini ki, deyiblər, böyük ehtimalla hər il sərgilərdə iştirak edəcək rəhbər özü gəlir və ümidvarıq bizə də qismət olar yenidən Azərbaycan bölməsində ağanın xidmətində durmaq. Əzizlər, onu da qeyd edim ki, bu sərgidə çoxlu ölkələrdən qonaqlar da iştirak edir bizdən əlavə. Həmçinin buradan Türkiyəli qardaşlarımız var. Salam, necəsin? Yaxşısınız? Və Azərbaycan üçün. Selam, Azərbaycandakı bütün kardeşlere selam olsun. Sağ olasınız. Sağ olun. Başqa ölkələrdən, bizə yəni qonşu olan ölkələrdən, burada Rusiyada var. Bunlar üçün də bir yer ayrılıb burada, Rusiya üçün və böyük də bir yerdir. Çox böyük bir məkandır, bura Musalla adlanır, Tehranın İmam Xomeyni rəhmətullah aleyhin Musallası adlanır. Mədəniyyət mərkəzi kimi də və cümə namazlarının qılınması üçün də bura fəaliyyət göstərilir və çox həqiqətən də gəzməklə bitmir. Çox böyük bir məkandır. İnsanlar burada həm kitab sərgilərini keçirə bilirlər, həm mədəniyyət tədbirləri burada keçirilir. Beynəlxalq konferanslar burada keçirilir, namazlar burada qeyd olunur və qılınır cümə namazları xüsusən. Bu da böyük bir səhnəsi.
Çox böyük bir əraziyə sahibdir bura. Ümidvarıq qismət olar. Tehrana yolunuz düşsə, mütləq gəlib bu gözəl məkanı da görərsiniz, ziyarət edərsiniz, burada olarsınız əzizlər. Çox gözəl keçdi bizim üçün, bizim köşkümüzə, bu kitab sərgimizə. Çoxlu qonaqlar gəldilər, İran rəsmilərindən, dövlət nümayəndələrindən, o cümlədən Ekologiya Naziri və bir sıra dövlət məsulları müraciət elədilər və çox gözəl keçdi və bizim Azərbaycan mədəniyyəti haqqında, Azərbaycanın şairləri olsun, yazıçıları olsun, görkəmli şəxsiyyətlərimiz barəsində onlara məlumatlar verdi. Çox şad oldular, bizi çox gözəl qarşıladılar. O cümlədən İran xalqı da elə bizi çox səmimi qəlblə qarşıladılar. Bizim üçün həqiqətən gözlənilməz oldu. Və bir neçə nəfərlə ki, mən söhbət elədim. Bizim Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı çox böyük bir məhəbbət və sevgi bəslədiklərini bildirdilər. Həqiqətən də bizim üçün bir qürur mənbəyidir, qürur hissidir. Baxmayaraq ki, son zamanlar dövlət səviyyəsində bir balaca problemlərlə qarşılaşmışıq və ümidvarıq ki, tezliklə Allahın izni ilə bunlar da həll olub gedəcək. Amma bu neçə günü ki, buradaydıq, həqiqətən də bizi çox gözəl qarşıladılar, çox gözəl rəftar olundu. Bizim kitablarımıza qarşı çox gözəl necə deyirlər, diqqətlə yanaşdılar. Hətta burada yaşayan soydaşlarımız da var idi, Azərbaycanlılar ki, var, İranda yaşayırlar. Onlardan əlavə olaraq İranlılar da biz gördük ki, burada Azərbaycan dilini öyrəniblər. Yəni özü Azərbaycanlı olmamaqlarına rəğmən Azərbaycan dilinə qarşı bir simpatiyaları var, Azərbaycan dilinə qarşı bir məhəbbətləri var idi. Və mən düşünürəm ki, İran xalqı da elə bu cürədir. İran xalqının da bizə məhəbbəti böyüdür. خانم ببخشید خسته نباشید خود از شما ببخشید من می‌خواستم نظر شما را در مورد مردم آذربایجان بدونم مایل هستین چند دسته تو بفرمایید سلام عرض می‌کنم خدمت خواهران برادران عزیز آذربایجان امیدوارم همیشه سلامت باشید ما مردم ایران شما رو خیلی دوست داریم ما مثل شما همزبانیم جدا از اینکه ما همسایه مرزی بینمون وجود داره ولی ما همه جزء امت اسلامیم همه هوای همدیگه رو داریم اتفاقا من شما رو خیلی تو مسیر اربعین میبینم مشتاقانه میرم باهاتون صحبت میکنم چون شما عزیز دل ما ایرانی‌ها هستید خدا حفظتون کنه خیلی ممنونم سلامت باشید زنده خیلی باشید mütəşəkkirəm. Hörmətli tamaşaçılar, əziz həmvətənlər, təsadüfən bir xanımı mən saxladım, onun Azərbaycan barəsində nəzərini bilmək istəyirdim. Azərbaycan cəmiyyəti haqqında çox gözəl mən tərcümə edim onun dediyiniz üçün və deyir ki, biz sizinlə qonşuyuq və belə eyni dinin mənsublarıyıq və deyir Ərbəyin ziyarətindən deyir mən görürəm Azərbaycanlıları, sevinirəm, onlarla həm söhbət oluram. Öz sevgisini və məhəbbətin xülasə bildirmək istəsəm bizə qarşı bildirdi bunu. İran xalqının bizə qarşı həmişə məhəbbəti olub. Yenə də deyirəm, baxmayaraq ki, aramızda olan bir sıra siyasi ixtilaflar baş verir, o dövlət səviyyəsində olan şeylərdir. Allah xəstə نباشید. خودت شما مایل هستین یک 10 ثانیه برای مردم آذربایجان یک ابراز علاقه بفرمایید. بفرمایید. سلام و عرض ادب. ما همسایه خوبی شده برای شما باشیم. همزبان هستیم شده که بتونیم رابطه خوبی با هم داشته باشیم. خیلی زمین باشید. Təşəkkürəm az lütfən məhəbbət üçün. Xeyli məmnunum, xeyli məmnunum. Xuda şükür. Görürsüz hörmətli həmvətənlərim.
Nə qədər də anti təbliğat aparılsa da, həqiqətən də bu iki xalqın bir-birinə qarşı simpatiyası var. Qonşuluqdan əlavə bizim ortaq nöqtələrimiz çoxdur. Dinimiz birdir, adət-ənənələrimiz birdir, çoxlu bayramlarımız birdir, bir neçə şairlərimiz birdir. Yəni bu iki xalq bir-birindən ayrılmaz bir xalqdır və bunu ayırmağa çalışanlar da elə bilirəm Allahın izni ilə müvəffəq olmayacaqlar. Odur ki, gedən təbliğatlara və əks təbliğatlara daha doğrusu çox da aldanmayaq, inanmayaq. Çox sağ olun. Ümidvarıq gələn illərdə də bizi bu sərgiyə çağırarlar, dəvət edərlər. Birlikdə görüşərik. Görüşmək ümidi ilə. Allah amanında qalın. Thank you.